Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Hər həftə olduğu kimi bu dəfə də sizi məşğulluq sahəsində baş verən ən son yeniliklər barədə məlumatlandıracağıq. Və qonağımızla bərabər müzakirələrimiz olacaq. Vaxt itirməyək və efirimizə başlayaq. Bugün iş saatında işsizlikdən sığorta ödənişindən danışacağıq. Bu ödəniş növü kimlərə şamil edilir, hansı şərtlərlə verilir? Bu suallarımızı qonağımızla birgə müzakirə eləyəcəyik. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Bu ilin yanvar-fevral aylarında 57 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə aktivlər təqdim edilib. Dövlət Məşğulluq Agentliyi daha bir beynəlxalq mükafata layiq görülüb. Daha ətraflı həftənin xəbər xülasəsini izləyək. Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-fevral aylarında 57.300-ədək şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 18.500 şəxs münasib işlərlə təmin olunub, 816 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünü məşğulluq proqramına cəlb edilib. Qeyd olunan dövrdə agentlik tərəfindən 653 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. 37.400 şəxsə peşə yönümlü xidmətlər göstərilib. Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərlərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Böyük qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülən sakinlərdən özünü məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb. Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın Global Banking Finance Review beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb. Agentliyin əmək və məşğulluq alt sistemi qurum tərəfindən təşkil edilən Global Banking Finance Awards müsabiqəsində innovasiyada mükəmməllik kateqoriyası üzrə qalib seçilib. Bu mükafat alt sistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib. Dövlət Məşğulluq Agentliyi və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda növbəti əmək yarmarkası təşkil olunub. Aktiv məşğulluq tədbirində müxtəlif fəaliyyət sahələri üzrə 59 işə götürən tərəfindən ümumilikdə 450-dən artıq vakansiya təqdim olunub. İşsiz və iş axtaran şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə məlumat verilib və müraciət edən şəxslərin CVləri qəbul edilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbir iştirakçıları agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat almaq imkanı da əldə ediblər. İndi isə ötən həftə ərzində regional məşğulluq filialları tərəfindən görülən işlər və həyata keçirilən görüşlər barədə xəbərlərimiz var, onu izləyək.
Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin olunması istiqamətində görülən işlər bu həftə də diqqət mərkəzində olub. Gəlin həmin işlərə birlikdə nəzər salaq. Məşğulluğa dəstək layihəsi iştirakçısı Xuraman Əliyevanın uğur hekayəsini indi izləyəcəyik. Xuraman xanım uzun illərdir ki, dərzi fəaliyyəti ilə məşğuldur və bir gün iş yoldaşlarından dövlətin öz işini qurmaq istəyən şəxslərə dəstəyinin olduğu barədə eşidib və özünü məşğulluq proqramına müraciət edib. Mən çoxdandır bu sənəti sevirəm, dərzilik sənətin. Mən əvvəllər başqa yerdə işləyirdim. Hardasa iş yoldaşlarımla, belə yanıma gəlib gedənlərdən eşitdim ki, dövlətimizin layihəsi var. Bura müraciət eləyirsən, nə iş üzrə istəsən, sizə dövlət o yardımı verir. Getdim, müraciət elədim, sağ olsunlar, elə müraciət eləyən kimi ərizəmi qəbul elədilər. Yazıldım, durdum növbəyə. Sağ olsunlar, oğlum müharibə veteranı olduğuna, yəni mən çox gözləmədim. Məni avadanlıqlarla təmin elədilər. Avadanlıqlarla işləyirəm, baxıram ki, çox şeydə köməkdir. İrəliləyişdir, əvvəllər işlədiyimiz maşınlardan çox fərqlidir. Mənə düz tikiş maşını verilib, 4 saplı overlock verilib, bu reşmə maşını da o verilib, maniken verilib, petlə maşını verilib, bir də böyük ütü stolu verilib, bir də ütü verilib. Saç ustası üçün də, maşın ustası üçün də, mebel ustası üçün də hər kəs öz istədiyi avadanlığı olub və müraciət edib ala bilər. Keçdim bu yolu, gördüm ki, sağ olsunlar, hər kəs üçün hər şey verirlər. Yəni sən sadəcə get müraciət elə. Artıq mövzumuza keçid eləyə bilərik. Bugün işsizlikdən sığorta ödənişindən danışırıq. İşsizlikdən sığorta ödənişi nədir və kimlərə təyin edilir? Bu ödəniş növünü necə əldə eləmək olar? Şərtlər nədən ibarətdir? Bu barədə bir süjetimiz var. Gəlin onu izləyək. Daha sonra qonağımızla söhbətə keçid eləyəcəyik. İşsizlikdən sığorta ödənişi, işsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş hallarda sığorta olunanların itirilmiş əmək haqqının kompensasiya edilməsinə yönəlmiş təminat formasıdır. Qanuna edilmiş son dəyişikliyə əsasən müəssisənin ləğvi, ştatın ixtisarı və əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə yanaşı, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, habelə əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtma hüququndan istifadə etdikdə əsasları ilə əmək müqavilərinə xitam verilən şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yaranıb. Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə agentliyin yerli qurumları və ya dost mərkəzlərində iş axtaran kimi qeydiyyat alınmalıdır. 5 iş günü ərzində vətəndaşa münasib iş təklifi olmadığı və ya işə götürən tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda şəxsin işsiz kimi qeydiyyat alınması ilə bağlı qərar qəbul edilir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir və onun müraciətinə 10 gün ərzində baxılaraq sığorta ödənişinin təyin edilməsi və ya ondan imtina olunması ilə bağlı qərar çıxarılır və bu barədə müraciət etmiş şəxsə məlumat verilir. Sığorta ödənişi sığortalananların işsiz kimi qeydiyyata alındığı aydan sonraki ayın ilk günündən hesablanır.
Bundan başqa, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilib. Uşağa görə ödənilən əlavələrin məbləği üzrə 20%lik maksimum hədd isə ləğv olunub. Efirimizi davam elətdiririk, hörmətli tamaşaçılar. İşsizlikdən sığorta ödənişindən danışacağıq. Bugün artıq qonağımızla müzakirə hissəsinə keçid eləyə bilərik. İş saatının bu dəfəki qonağı Dövlət Məşğulluq Agentliyinin İşsizlikdən sığorta ödənişi şöbəsinin müdürü Leyla Rzayevadır. Xoş gördük sizi, Leyla xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm Əsmər xanım, xoş gördük. Necə gedir işlər? Şükür, yaxşıdır. Yaxşı olasınız. İşsizlikdən sığorta ödənişindən danışacağıq bugün. İşsizlikdən sığorta hər zaman diqqət çəkən mövzulardan birisidir və çox zaman vətəndaşlar bunu işsizlik müavinəti ilə qarışdırırlar. Çünki bizə gələn sorğularda da bəzən belə sualla qarşılaşırıq ki, işsizlərə bu doğrudur ki, məşğulluq sistemində qeydiyyatda olan işsiz şəxslərə ödəniş verilir, hansısa bir ödəniş. Ona görə istəyirəm ki, gəlin əvvəlcə işsizlikdən sığorta ödənişi nədir, kimlərə şamil olunur? Bu barədə danışaq, izah eləyək ki, tamaşaçılarımıza aydın olsun. Təşəkkür edirəm Əsmər xanım, çox aktual bir məsələyə toxunmusunuz. Biz də son zamanlar daha çox bu kimi məsələlərlə rastlaşırıq. İndi də fürsətdən istifadə edib bu məsələ ilə bağlı aydınlıq gətirmək istərdim. 2018-ci ilin yanvarın 1-dən etibarən işsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir. Bu tarixdən əvvəl mövcud olan qanunvericilik aktlarına uyğun olaraq işdən azad olunan şəxslərə işsizlik müavinəti təyin olunurdu. Lakin qeyd olunan tarixdən sonra, yəni 1 yanvar 2018-ci ildən etibarən artıq işsizlikdən sığorta haqqında qanun qüvvəyə minib və işsizlikdən sığorta ödənişinin təyin olunmasına başlanılmışdır. Və bütün bu dövr ərzində işsizlik müavinəti deyil, işsizlikdən sığorta ödənişinin təyin olunması həyata keçirilir. İşsizlikdən sığorta nədir? İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş hallarda sığorta olunanların itirilmiş əmək haqqlarının kompensasiya edilməsinə yönəldilmiş bir təminat formasıdır. Bəli. Aylıq əsasla ödədiyimiz sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə sığorta olunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. Siz qeyd elədiniz ki, işsizlikdən sığorta ödənişi qanunda nəzərdə tutulan hallarda vətəndaşlara ödənilə bilir. Yəni ki, vətəndaşın bu hallarda hüququ yarana bilir. Bu hallar hansılardır? Əgər şəxsin işə götürənlə bağlanılmış əmək müqaviləsinə qeyd etdiyim qanunda olan maddələrlə xitam verilərsə, o zaman onun işsizlikdən sığorta ödənişi üçün müraciət etmə hüququ yaranır. Bu maddələr aşağıdakılardır. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, dövlət işçilərinin və ya dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar edilməsi, əmək müqaviləsinin müddətinin bitməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər həmin müəssisədə çalışan işçinin öz iş yerinə bərpa edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda və əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtma hüququndan istifadə etməsi əsaslarıdır ki, bu 10 xitam əsasından müqaviləyə xitam verilərsə, o zaman hər bir şəxs sığorta ödənişinin təyin olunması üçün müraciət etmək hüququna malikdir. Təbii ki, ilk mərhələ vətəndaşın məşğulluq filialına və yaxud da ki, dost mərkəzinə müraciəti ilə başlayır. İşsizlikdən sığorta ödənişini almaq üçün ümumilikdə götürsək prosesi, bu ödənişi almaq üçün vətəndaş hansı mərhələlərdən keçməlidir? Yəni, iş harada başlayır və harada bitir? İşsizlikdən sığorta ödənişinin təyin olunması üçün şəxsin əmək müqaviləsinə xitam verildiyi haldan sonra, yəni sığorta hadisəsi baş verdiyi haldan sonra, o ilk növbədə Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya Dost Agentliyinin dost mərkəzlərinə müraciət etməlidir. Müraciət zamanı tək şəxsiyyət vəsiqəsinin olması kifayət edir ki, onun işsiz kimi qeydiyyata alınmasına başlanılsın. Şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra onun məşğulluq imkanları qiymətləndirilir və ona fərdi məşğulluq proqramı tərtib olunur. Fərdi məşğulluq proqramı təsdiq olunduqdan sonra isə şəxs sığorta ödənişinin alınması üçün müraciət edə bilər.
Daha sonrakı prosesdə şəxsin müraciətinə 10 gün ərzində baxılır və ona sığorta ödənişinin təyin olunub və yaxud təyin olunmasından imtina olunması ilə bağlı qərar verilir və şəxs bununla bağlı məlumatlandırılır. Əgər şəxsin sığorta ödənişinin təyin olunması ilə bağlı qərar verilərsə, o zaman fərdi məşğulluq proqramının təsdiq olunduqdan sonraki ayın 1-dən ona işsizlikdən sığorta ödənişi təyin olunur. Burada təbii ki, vətəndaşın sığorta stajı məsələsi də önəmlidir. Ona görə istəyərdim bu hissəyə də aydınlıq gətirək ki, şəxsin işsizlikdən sığorta ödənişinin təyinatı üçün artıq gedən bu yolda hansı şərtlər tələb olunur? Əgər şəxsin əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə, yəni əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndinə, 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən xitam verilərsə, o zaman sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim aylıq periodda şəxsin müddətli müqavilə üzrə 24 ay sığorta stajı tələb olunmalıdır. Bu halda əmək qabiliyyətli şəxslərə 3 ay müddətinə minimum əmək haqqı məbləğinə bərabər tutulan minimum sığorta ödənişi təyin olunur. Yox, əgər şəxsin əmək münasibətlərinə digər xitam əsasları ilə xitam verilərsə, orada 2 cür təyinat aparılır. Əgər sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 təqvim aylıq periodda şəxsin 12 təqvim ayından az, lakin ümumilikdə 1 il sığorta stajı varsa, o zaman şəxsə 6 ay müddətinə sığorta ödənişi təyin olunur və minimum məbləğdə təyin olunur. Yox, əgər şəxsin sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 aydan çox stajı varsa, bu zaman şəxsin itirilmiş əmək haqqısının 50% məbləğində sığorta ödənişi almaq hüququ yaranır və bu zamanda şəxsə 6 ay müddətinə sığorta ödənişi təyin olunur. Xitam maddəsindən asılı olmayaraq onu da qeyd etmək istəyirdim ki, əgər şəxslərin himayəsində 18 yaşına çatmamış uşaq olan varsa, yəni təhsil alan tələbələr və şagirdlər təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaq şərti ilə bu halda hər uşağa görə 5% artırıla bilər sığorta ödənişinin məbləği və yekunda da əsas və yaxud minimum və əlavə sığorta ödənişləri cəmlənir və şəxsə sığorta ödənişi təyin olunur. O qeyd elədiyiniz sonuncu hallarda vətəndaş özü mü müraciət etməlidir ki, tutaq ki, himayəsində etkin yaşına çatmayan uşaq var və yaxud da ki, təhsil alan şəxs var. O özü bunu bildirməlidir müraciət edərək. Xeyr, bu bütün yoxlamalar alt sistemlərdə olan məlumatlar əsasında aparılır və təyinat da o sistemlərdə olan məlumatlar əsasında aparıldığına görə artıq bizim əməkdaşlarımız şəxsin himayəsində uşaqların olub-olmaması ilə bağlı məlumatlı olurlar. Bir də müddət məsələsi burada olduqca maraqlıdır və vacibdir. Çünki adətən vətəndaşlar soruşanda, məsələn, elə şəxslər olur ki, uzun müddətdir ki, işdən ayrılıb, burada bir neçə aydan söhbət gedə bilər, amma sığorta hüququnun olmağından xəbərsizdir. Müraciət gəlir ki, mən nə qədər müddət ərzində müraciət edə bilərəm və yaxud da ki, mənim işdən çıxmağımdan 5 ay keçib, gecdimi mənim müraciət eləməyim üçün? Bu məsələ necə tənzimlənir? Orada müddət məsələsinə belə deyək, önəm daşıyırmı müddət məsələsi, yoxsa müraciət edə bilərmi şəxs? Yox, müraciətlə bağlı hər hansısa bir məhdudlaşdırıcı norma yoxdur. Vətəndaş işdən çıxdığı andan dərhal da müraciət edə bilər, müəyyən bir müddət keçəndən sonra da müraciət edə bilər. Sadəcə daha tez müraciət etməsi daha uyğundur, vətəndaş yönümlüdür. Çünki o işsiz qaldığı andan etibarən artıq sığorta ödənişləri ilə əhatə oluna bilər və növbəti əmək fəaliyyətinədək işsiz qaldığı dövrdə kompensasiya şəklində sığorta ödənişlərini almaq hüququndan yararlana bilər. Leyla xanım, biz vətəndaş müraciət eləyəndə, onun məşğul imkanlarını qiymətləndirəndə və fərdi məşğulluq proqramını artıq tərtib eləyəndə, burada belə deyim də, birinci məqsəd o olur ki, biz bu şəxsi əmək bazarına necə qaytara bilərik? Bu yol artıq tapılmasa o halda işsizlikdən sığorta ödənişinə yönəlir, düzdürmü? Bəli, ilk növbədə şəxslərin məşğulluq imkanları qiymətləndirilir və ona uyğun fərdi məşğulluq proqramı tərtib olunur. Fərdi məşğulluq proqramı tərtib olunarkən şəxsin aktiv əmək bazarına qaytarılması üçün bütün tədbirlər bir-bir sadalanır. İstər əmək yarmarkalarında iştirak, istər onun uyğunluğu olduğu halda özünə məşğulluq proqramına cəlb olunması və yaxud peşə kurslarına cəlb olunması bu kimi
tədbirlərlə biz şəxslərimizi əhatə edə bilirik və şəxslərə münasib iş təklifi də olunur. Bu tədbirlərin içərisindən əgər onun sığorta ödənişi alma hüququ yaranırsa, eyni formada da ona sığorta ödənişi təyin olunur. Və hər ay ödəniş müddətindən asılı olaraq sığorta ödənişinin alınması üçün şəxs fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməlidir. Hesabatı təqdim edərkən şəxs həmin ay ərzində işsiz olduğundan bağlı bizə məlumatlarını təsdiqləyir və eyni formada da sərbəst şəkildə iş axtarışından bağlı hər hansısa bir məlumatlar varsa, onu da bizə təqdim edir və yaxud bizim karyera məsləhətçilərimiz tərəfindən ona münasib iş üçün göndərişlər formalaşdırılır və şəxsin aktiv əmək bazarına qaytarmaq üçün addımlar atılır. Yox, əgər şəxsin ay ərzində münasib işlə təmin etmək mümkün olmur, bu halda artıq şəxsin işsiz kimi qeydiyyatının davam etdirilməməsi ilə bağlı qərar verilir və sığorta ödənişinin ödənib-ödənilməməsi ilə bağlı da qərar verilir və ödənişlər bu qərarlara uyğun həyata keçirilir. Vətəndaşa hər ay üzrə münasib iş təklif olunmasına baxılır? Bəli. Hər ay üzrə? Hər ay üzrə həm münasib iş təklif olunmasını, həm də hər ay üçün şəxsin sərbəst şəkildə iş axtarışından bağlı məlumatlar təhlil olunur. Aha. Vətəndaş olurmu ki, belə hallar ki, çox güman ki olur, münasib iş təklif edilir, amma şəxs qəbul eləmir. Tutaq ki, əmək haqqı onu qane eləmir və yaxud da ki, tutaq ki, işin yerləşdiyi ərazi onu qane eləmir və s. Bu halda hansı bir məhdudlaşdırıcı tədbir nəzərdə tutulurmu qanunda və şəxs neçə dəfə ümumiyyətlə münasib işdən bu halda imtina eləmək hüququna malik olur? Məşğulluq haqqında qanunla bu sizin qeyd etdiyiniz məsələlər tənzimlənir. Əgər şəxsə münasib iş təklif olunur, lakin şəxs hər hansısa bir səbəbdən münasib işdən imtina edilirsə, bu zaman onun işsiz kimi qeydiyyatı dayandırılır və ona iş ildən sığorta ödənişinin verilməsi də ona uyğun dayandırılır. Aha, başa düşdüm. Əla, çünki bu da çox tez-tez aldığımız müraciətlərdən birisidir ki, mənə iş təklif olunur, mən o iş təkliflərini qəbul eləməsəm, yenə də sığorta ödənişi təyin edilə bilərmi? Hansı hallarda bəs sığorta ödənişinin verilməsi dayandırıla bilər? Sığorta ödənişinin dayandırılması qanunla nəzərdə tutulmuş 16 halda dayandırılır. Əsas olaraq bu, əgər şəxs ödəniş aldığı dövrdə məşğul şəxs hesab edilərsə, yəni aktiv qüvvədə olan əmək fəaliyyətindən məşğul olarsa, sahibkarlıq fəaliyyətindən məşğul olarsa və bu kimi məşğul şəxs kateqoriyasına aid digər hallarla əsasında əgər məşğul şəxs hesab edilərsə, bu zaman ona sığorta ödənişi dayandırılır. Digər bir hallarda, əgər şəxs fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etmirsə, bu zamanda dayandırılır və yaxud fərdi məşğulluq proqramının icrasını həyata keçirmək istəmirsə, bu zamanda onun sığorta ödənişi verilməsi dayandırılır. Əgər şəxsə təyin olunan sığorta ödənişinin alma müddəti bitir, bu zamanda onun ödənişi dayandırılır. Əgər şəxsə yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin olunursa, sığortanın verilməsi dayandırılır. Şəxs əyani təhsil alırsa, ödəniş aldığı müddətdə onda da dayandırılır. Həqiqi hərbi xidmətə gedirsə, həmin müddətdə dayandırılır. Azadlıqdan məhrum edilirsə, yenə də həmin müddətdə dayandırılır. Şəxsin işsiz kimi qeydiyyata alınması tələbləri pozulduğu hallarda da sığorta ödənişinin verilməsi dayandırılır. Qeydiyyat zamanı və sığorta təyinatı zamanı hər hansısa bir təhrif olunmuş və yaxud həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsi ilə bağlı faktlar aşkarlanarsa, onda da sığorta ödənişinin verilməsi dayandırılır. Və bu kimi əsaslarda eyni formada da əgər şəxsin işsiz kimi qeydiyyata alınması ilə, qeydiyyatın dayandırılması ilə bağlı ərizə ilə müraciət edirsə, bu zamanda şəxsin işsiz kimi qeydiyyatdan dayandırılır və ona uyğun da sığorta ödənişinin verilməsi dayandırılır. Bir də var müddətin uzadılma məsələsi. Çünki bəzi əsaslarla işsizlikdən sığorta ödənişi təyin olunan şəxslərdə müddət uzadıla da bilir. Bunlar hansılardır və nə qədər müddətə uzadılma baş verir? Əgər şəxsin əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə sığorta hadisəsi baş veribsə və ona uyğun da o sığorta ödənişi alıbsa, 3 ay müddətinə olunan sığorta ödənişlərdən söhbət gedir burada. Bu zaman şəxsin təkrar müraciət edib yenidən sığorta ödənişi alma hüququ yoxdur.
Aha. Yox, əgər şəxsin digər xitam əsasları ilə sığorta hadisəsi baş veribsə və ona uyğun 6 ay müddətinə o sığorta ödənişini alıbsa, o zaman ilk dəfə sığorta ödənişi təyin olunduğu aydan etibarən 24 ay ərzində bir dəfə müraciət edə bilər və təkrar müraciət zamanı ona 3 ay müddətinə sığorta ödənişi təyin olunur və minimum əmək haqqı məbləğinə bərabər məbləğdə sığorta təyinatı aparılır. Aha. İşsizlikdən sığorta ödənişinin belə deyək də əhatə dairəsinin genişləndirilməsi, həm də tələblərin daha da yumşaldılması ilə bağlı hər il işlər görülür, qanunvericiliyə dəyişikliklər olunur və ötən ildə qanunvericiliyə dəyişikliklər olundu və yeni maddələr əlavə edildi siyahıya, hansı ki, bir qədər əvvəl siz onları qeyd elədiniz. Hazırda hansı işlər görülür? Hansı yeniliklər gözlənilir? Təbii ki, nə qədərini açıqlaya biliriksə və bu istiqamətdə hansı işlər görülür? Bunu da eşidək sizdən. Düzgün vurğulayırsınız. Tək keçən il deyil, 2018-ci ilin yanvarın 1-dən etibarən bir neçə dəfə işsizlikdən sığorta haqqına qanuna dəyişiklik edilmişdir və bununla da sığorta ödənişi ilə daha çox şəxsin əhatə olunması təmin edilmişdir. Məlumat üçün bildirim ki, bu illər ərzində 35 mindən çox şəxsə sığorta ödənişi təyinatı həyata keçirilmişdir və bu istiqamətdə tədbirlər də tərəfimizdən icra olunur və davam etməkdədir icra olunması. Yenidən daha çox şəxsin sığorta ödənişi ilə əhatə olunması üçün qanunvericiliyə müəyyən bir dəyişiklik təklifləri hazırlanmışdır və biz tərəfdən aidiyyatı olaraq təqdim olunmuşdur. Orada həm staj tələbləri üzrə tələblərin yumşaldılması, sığortanın optimallaşdırılması və digər dəyişikliklər gözlənilir. Bildiyim qədərilə rəqəmsallaşması istiqamətində də işlər görülür və artıq məsələn əvvəllər işsizlikdən sığorta üçün müraciət edən şəxslərdən müəyyən arayışlar tələb edilirdisə, artıq yalnız şəxsiyyət vəsiqəsi ilə belə deyək də müraciət eləmək kifayət eləyir. Bəli, bizim illər ərzində bir neçə il əvvəl etdiyimiz əsas dəyişikliklərdən biri də o olub ki, vətəndaşdan sənədlərin gətirilməsi tələbi ləğv olunub və qeyd etdiyiniz kimi də tək şəxsiyyət vəsiqəsi ilə sığorta təyinatının aparılmasına başlanılmışdır və hal-hazırda da bizim aidiyyatı qurumla birlikdə sığorta ödənişi prosesinin elektronlaşması istiqamətdə işlər gedir. Orada həm sığorta üçün müraciətlərin, həm sığortanın təyin olunub və yaxud təyin olunmasından imtina edilməsi ilə bağlı qərarların verilməsi, sığorta ödənişlərinin dayandırılması və sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı bütün prosesləri əhatə etməklə prosedurlar tam elektronlaşır və artıq test mərhələsinin sonuncu mərhələlərindəyik biz və yaxın bir gələcəkdə bununla bağlı əlavə bir məlumat tərəfimizdən paylaşılacaqdır ki, sığorta ödənişi prosesi tam elektronlaşıb. Təşəkkür edirəm sizə, minnətdaram gəldiyiniz üçün və ətraflı şəkildə bizə prosesi izah elədiyiniz üçün. Mən sizə təşəkkür edirəm belə bir fürsət yaratdığınız üçün, dəvətiniz üçün təşəkkürlər. Uğurlar sizə. Təşəkkür edirəm. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz. Əlbəttə ki, həm işsizlikdən sığorta ödənişi ilə bağlı, həm də digər məşğulluq tədbirləri ilə bağlı hansı yeniliklər gözlənilir, nələr baş verir, bunu belə deyək, yaxından təqib eləmək üçün bizi izləyə bilərsiniz. Həm Dost TV-nin efirindən, həm də Dövlət Məşğulluq Agentliyinin rəsmi sosial şəbəkə hesablarından, saytımız vasitəsilə isə ən yeni xəbərlərimizi oxuya bilərsiniz. Növbəti həftə yenə eyni saatda və eyni gündə iş saatında görüşəcəyik. Hələlik.